Elşən! Ay Elşən! Ha. Neyse. Səni bayaqda axtarıram. Hardasan sən ay qardaş? Ay asıra gələsən, limon bağına girməyəsən, limonu Ay bağ. ola yetişməyib kişi. Ola manyakdır. Vəhşi deyəcəm. Bal, ne bal. Deyirəm Kamal, özüm təndir çörəyini çox xoş deyirəm. Ancaq hələ də təndirin necə, harda, necə hazırlandığını, təndirin tarixini hələ də bilmirəm. Bilmirsən? Deməli biz bu gün Astara rayonu Pensər kəndində gəlmişik İxtiyar qardaşımızın evinə. O bizə təndirin belə deyək də sıfırdan necə hazırlanır, satışa verilir. O formasını bizə göstərəcək. Salam İxtiyar qardaş. Aleyküm salam, hər vaxtınız xeyir, xoş gəlmisiniz, səfalar gətirmisiniz əvvəlcə, hamınızı salamlayıram. Dəyərli dostlar, təndir haqqında məlumat verməmi istəyirsinizsə, təndirimiz ilk öncə mənim ata-babalarımdan mənə qalan bir sənətdir və 100 ilə yaxın bir sənət olduğuna görə mən özüm də fəxrlə 20 ildən artıqdır ki, bu sənətin davamçısıyam. Maşallah. Yəni gözümü açandan boyun görmüşəm və istifadə eləmişəm sənətdən və mənim hazırladığım təndirin Azərbaycanın bütün bölgəsində istifadə olunur və çatdırılmamız da, quraşdırılmamız da mövcuddur bizdən. İstənilən ünvana, istənilən rayona biz çatdırıb və quraşdıra bilirik. Və təndirimizin keyfiyyəti ilə bağlı məlumat vermək istəyirəm. Təndirimiz çox yüksək keyfiyyətdə, təbii gildən hazırlanmış gördüyünüz kimi. Proses mümkünsə göstərər zəhmət olmasa hazırlanan Bəli, tam prosesini təbii gildi, Astara torpağından hazırlanmış, heç bir qatkısı olmadan təbii gildən hazırladığımız təndirlərdir və təndirlərimiz hazırlanandan sonra qarış-qarış hazırlanır. Gün ərzində elə bil ki, təndirin üstündə 15-20 saat iş gedir hər gün ərzində. Bir təndirin belə deyək də bura kimi çatmağına nə qədər vaxt sərf Təxminən edirsiniz? 10-15 gün arasında hazırlanır. 15 gün, bir dənəsi 15 gün çəkir. O xeyli prosesdir ya. Uzun prosesdir. Bəli, 10-15 gün ərzində hazırlanır və bir dənə zəhmət olmasa biz necə yapışdırırsanız göstərin, bizə görə izləyicilər də görsün. ünvanına Burada çatdırılır. yaxınlaşsın zəhmət olmasa. və təndirlərimiz bu şəkildə hazırlanır Aha. və bu son mərhələsi olduğuna görə sizə bir balaca buradan göstərmək göstərdim, istəyirəm sizə ki, yəni maraqlıdır. təndirin axırıncı hissəsi bu şəkildə hazırlanır və Aha. qəşəng şəkildə suvaq olunub müştərilərə bu təhvil verilir dəyərli dostlar. Baxın bu cür hazırlanır təndirimizin son mərhələsidir bu və quruyandan sonra biz bunu qaldırıb aparırıq, yandırıb və saxsılaşdırıb ondan sonra satışa çıxardırıq. Yandırma prosesi nə qədər çəkir? Yandırma prosesi hər təndir hardasa bir yarım saat, 1 saat arasında qızardılıb hazır vəziyyətə gətirilir. Bu 1 saat sonra soymağın gözləyirsə 2-3 saat sonra satışa verə bilərsiniz. Bəli, dərhal soyandan sonra satışa çıxarılır. 16 günə, 15 günə bu səviyyəyə qalxır. Bir gündə onun bişməyi 16 günə. Bəs mənə maraqlıdır. Bir dənə belə 16 günə əziyyət çəkilən bir təndirin Bəli. satış qiyməti neçədir? Satış qiyməti cürbəcür müxtəlif qiymətlərdən başa gəlir. Yəni o bizim elə bir ki, yəni onu çox da açıqlaya bilmirik. Pərakəndə qiymətidir, yəni, toptan demir. Toptan da Belə pərakəndə. deyək də təxminən hardasa bir 70 manatdan başlayan qiymətlərdən təklif olunur müştərilərə Belə. və çörək tutumuna malik olan, yüksək çörək tutumuna malik olan təndirlərin qiyməti daha yüksək qiymətlərlə təklif olunur. Deməli əziz dostlar, 16 gün əziyyət çək, bu istidə təndiri Təbii ki, düzəlt, rasxodlar da bişir olur. 70-80 manata. Yəni görün necə əziyyətlə qazanılan bir puldur. Həqiqətən. Həqiqətən çox əziyyətli. Uzun bir də səbir istəyir. Çox səbirli işdir, düzdür? Bəli, səbirli işdir, həm də çətin işdir. İkinci bir hissəsidir. Hə, bu heykəltaraş işdir. Yəni həm də çətin işdir və rasxodları da çoxdur. Yəni burada məsrəflər də var. təbii ki, rasxod olmasa təndirin qiyməti mütləq aşağı olacaq və ona görə də bunun daşıması var, bunun çatdırılması var və bunların da ayrı-ayrı qiymətləri var. Onun Bir palçıq gətirilir, sonra burada elə bir ki, burada qoyursan, sonra bunu belə deyək də yığırsan. Bəli, 15 qarış-qarış gün hazırlanmış. Qarış-qarış. Qarış-qarış hazırlanır. Yəni burada göründüyü kimi bir dəfəyə bu qədər qaldırmaq olur və o 2 dəfəyə qaldırılır. Belə deyək, bu 30 o har neçə santimdir? 15 santim Bəli, olar. bəli, qaldırmışam, onu şimal. Məsələn, bunu neçə saat eləmisən? Burdan bura kimi deyək, belə deyək 20 Bəli, santını. bəli, bəli, 20 bəli. sant neçə saat eləmisən belə? Neçə saata deyəndə ki, yəni onu hazırlamaq yarım saat çəkəcək. Yarım saat. Bəli, Başa düşdüm. bəli, Elə bir bir 20 yarım santı. Sadəcə olaraq ki, deyərsən ki, bu təndir hardasa bir 90 santdır, 1 sant, 1 metrdir. Ancaq onu 20 santı yarım saat çəkirsən, onda bir dənə təndir 2 günə, 1 günə həll olacaq. O da bilsən niyə? Hissə edir. Yəni bu 20 sant qorumalıdır, qaldırdı, tam. saxlayır. Qoruyursan 20 sant qaldırır. Ha belə, ha belə. Tam qurumadığı üçün biz bunu elə bir ki gözləyirik ki, bu qurusun tamamilə. Bəli. Onun üstünə təzədən iş görə bilək. Yəni insanlarda çaşqınlıq yaradır. Ya, Yəni 20 santı sən yarım saata edirsənsə, ümumi- 1 metri sən 1 günə həll eləyərsən. Yəni. Ümumi hazırlanma, yəni müddəti 15 gün ərzində o kifayət qədər qorumalıdır və qoruyandan sonra onun keyfiyyəti əsas onun qorumağındadır. Təndir burada yaxşı qorunmazsa müştəri bunu az istədəcək, ömrü az olacaq. Mən onu hazırlayıb onun qorumasını da Bu gözləməliyəm. nə qədər bu neçə dəqiqə qoruyur? Neçə saata qoruyur? Aparırsan sonra yandırmaq üçün.
Təxminən bu hazır olandan sonra bir 3 gün, yay vaxtında 3 gün, 3 gün burada gözləyirsən. durmalıdır. Qış vaxtında isə çox Qış daha vaxtında biraz çox, bəlkə bir həftədən də. Bəs sizə bir dənə söz verim, Buyurun. söz deyim çünki biz o vaxt kənddə biz də təndir qoyduq. Hardasa bir 2 ay içində təndirin qıraqları başladı çatlamağa. Çiğ təndir yoxsa yanmış təndir? Yanmış istifadə təndir. olunmuş təndir idi. Bəli. İstifadə Ya olunmuş. ustası keyfiyyətsiz onu hazırlayıb, ya da ki siz onun ətrafını düzgün quraşdırmamısınız. Yəni bunun quraşdırmasında da çox şey asılıdır. Quraşdırılması istəyən Biz onun Hər üzərində gelin tərkibində saman qatmışdıq. Saman qatılmışdı ki, Yox, saxsı təndirlərdə yox, saxsı təndirlərdə onu eləmək lazım deyil. Onun başqa yolları var və istəyən müştəri mənimlə əlaqə saxlaya bilər. Onun yollarını ona da öyrədə bilərəm və özüm də onu hazırlaya bilərəm. Məlumat da vermişəm bu haqqda Başa TikTokda. düşdüm. Verdim limonu yeyirsən. Mən yemərəm. Deməli dəyərli izləyicilər, görürsüz bu 15 günün əziyyətindən sonra baxın ortaya çıxan təndirlər görürsüz. Yəni burada 15 günün əziyyəti var. Buna görə də əziz dostlar, təndir çörəyin ləzzəti, bərəkəti tam fərqlidir. Öpürəm sizi, minnətdaram izlədiyinizə görə. Bunu da çəkib göstərməyimizin səbəbi odur ki, yəni bizim bölgəmizdə elə işlər ki var, 70 manata, 80 manata görə 15 gün bu əziyyəti və bu əziyyəti çəkən insanlar da var. Belə deyək, nəsə qeyri-adi işlər görürsə, dədə-babadan qalan işlər görürsə, bizlə kontakta keçsinlər. Biz gəlib onu Elşənlə ya nə bilim Nicatla gəlib onu işıqlandıra bilərik. Müjey Nicat. Elşən, Nicat fərqi yoxdur. Əlavə olaraq YouTube kanalımıza abunə olun, bildirimləri açın. Belə deyək də çalışarıq ki, hər gün nəsə maraqlı videolar YouTube kanalımıza yerləşdirək. Bizə də fəxrdir ki, sizin kimi əziyyət çəkən insanları, sizin kimi tarixi işləri, qədim işləri görən insanları çəkib dostlara, izləyicilərə, millətə göstərmək. Bəli. Öpürəm sizi, minnətdaram. İzlədiyinizə görə dərin təşəkkürlərimi bildiririk. Sağ olun. Mən sizi çox uzatma. Sağ ol. Uzatma, sağ olun, sağ olun, sağ olun.